Səhər oyananda zehnin qarışıq olurmu? Bir-birini əvəz edən düşüncələr, narahatlıq, planlar, qorxular və gün daha başlamamış nəzarəti itirirsən. Bu gün sizə çox sadə, amma çox güclü, 60 saniyəlik bir səhər təcrübəsini paylaşacağam. Bu təcrübə ilə zehni anında idarə etməyə başlaya bilərsiniz. Gözlərinizi yumun, dərindən nəfəs alın. İndi özünüzə sakitcə soruşun. Bu anda zehnimdə ən çox hansı düşüncə hakimdir? İlk gələn düşüncəni heç nəyi dəyişdirmədən sadəcə müşahidə edin. Onu adlandırın. Bu narahatlıq düşüncəsidir. Bu qorxu düşüncəsidir. Bu plan düşüncəsidir. Sadəcə izləyin və buraxın keçsin. Sonra yavaş səslə və ya içinizdən deyin. Mən zehnimin ağasıyam. Bu gün düşüncələrimi mən idarə edirəm. Bu cümləni 3 dəfə təkrarlayın və həqiqətən hiss edin. Bu sadə təcrübə zehni reaktiv vəziyyətdən idarə olunan və sakit vəziyyətə keçirir. Hər səhər bunu etsəniz, gün boyu daha fokuslu, daha sakit və daha güclü olacaqsınız. İndi siz də sınayın, şərhlərdə yazın. Bu səhər zehnimdə ən çox hansı düşüncəni müşahidə etdim? Bəyənməyi və abunə olmağı unutmayın. Növbəti dərin fərqindəlik videosunda görüşənədək. Ekranların ötəsində həqiqi şüurla qalın.